Bir də hər vaxtınız xeyir olsun, əziz dostlar. 22 may 2026-cı il Taraz Grigoriy Şevçenkonun nəşinin Ukraynaya gətirilib dəfn edilməsinin 165 illiyi tədbirinə gəlmişik. Ayrı-ayrı dövlət qurumlarından gələnlər var, ictimai təşkilatlardan, vətəndaş cəmiyyətindən, bizdə, mən də Zabitlər Birliyi və hərbi vətənpərvər qrupların, necə deyirlər, təşkilatlarının adına təşkil gətirmişdi. Bildiyiniz kimi 1861-ci il 26 fevralda Taras Grigoryeviçin köhnə stillə bu vaxtı rəhmətə gedib, yeni stillə 10 martda deməli Peterburqda dəfn edilmişdi. Ondan sonra o zamanki Kiyev Müqəddəs Vladimir Universiteti, bugünkü adı Taras Grigoriy Şevçenko Universiteti, onun tələbələrinin təşəbbüsü ilə Taras Grigoriy Şevçenkonun vəsiyyətinə uyğun olaraq onu doğulduğu yerə, yəni Kaniv şəhərinə, bura Dnipro çayının ən, necə deyərlər, sakit axdığı yerə, ən geniş axdığı yerlərdən birində dəfn olunmasını istəyir. Olduğumuz yerin adı Ziyarət Dağıdır, yaxud Tarasov qara deyirlər, Taras Dağıdır. Burada Taras Grigoryeviç dəfn edilib 1861-ci il may ayının 22-si. O gündən bu günə qədər də insanlar, Ukraynalılar, özünü Ukrayna mənəviyyatının, dəyərlərinin daşıyıcısı hesab edənlər hər il may ayının 22-si buraya yığışırlar. Ayrı-ayrı təşkilatlar, vətəndaşlar, indi yenə də baxırda miting gedir. Yüzlərlə insan var, Ukraynanın hər bucağından, hətta diasporadan gələnlər var. Aydındır ki, paytaxtdan gəliblər, prezident əkli göndərib, bizlər əklilər gətirmişik. Demək, davam edir və bu il həm də bu dəfə, bugün, həm də Taras Şevçenko milli mükafatının 65 illiyi, yəni Taras Grigoryeviçin ölümünün 100 illiyində Taras Grigoryeviç milli mükafatı təsis edilir ki, həmin o mükafat komissiyası da bu günlər yığılır, onun üzvləri danışırlar, müzakirələr gedir və belə bir açıq cəmiyyətdə yaşayırıq. Belə, yəni dünənlər bizim efirimizdə də bir dostumuz dedi ki, onun evində Şevçenkonun portreti var. Deməli, mən onun sözünü muzeyin direktoruna çatdırdım ki, Azərbaycanda belə vətəndaşlar var ki, onların evində Taras Grigoriy Şevçenkonun demək, portretini saxlayırlar. Çünki dünyəvi dəyərdir. Necə ki, bizim xalqımızın dünyəvi dəyərləri var. Şeyx Nizami kimi, Nəsimi kimi böyük şəxsiyyətlər, çox böyük şəxsiyyətlərdir. Ümumi bəşəri problemləri qaldıran, necə deyərlər, şəxsiyyətlər. Ona görə biz buradayıq, hələ ki, deməli, bayram tədbiridir müəyyən mənada, düzdür, anım günüdür, amma həm də elə bir hesabatlılıq günüdür. Ayrı-ayrı təşkilatlar gəlirlər, kim nə edir, nə edirik, belə danışırıq. Təşəkkür edirəm diqqətinizə görə, yəni tədbirə qatılmalıyıq, ona görə də ola bilsəniz məlumat verdik, amma axşamki efirimizdə bununla bağlı danışacağıq. Təşəkkür edirəm.